olum Allaha. İlham Əliyev yenə quşlatdırdı. Yenə İlham Əliyev quşladı. Bu gün də İlham Əliyev quşladı. Qələbə ilə bağlı İranı təbrik elədi. Hə, inanmırsınız? Mırsınız? İnanmırsınız? Hay Allaha qurban olum. Hə, bu manyovrlar hamısı bizə nəfəs verir. İlham Əliyevin hamısı ölümü deməkdir. Bax, sülh bağlandı eləmə. Mənliyimlə. Bax, məni kimi bir adam paylaşdım da dostlarıma dedim ki, bundan sülh olmaz. Belə sülh olmaz. Bu sülh baş tutmayacaq. Heç 2 həftə də baş tutmayacaq. Mən bunu mənliyimlə bildim ha. Mən bildim bunu. Mən bunu dedim. Amma İlham Əliyev nə dedi? Allah qadağalı vallah. İlham Əliyev nə dedi? Sırazı. Ay kişi Pezeşkiyanı aradı. Ay kişi Pezeşkiyanı arasa yenə yaxşıdır. İkisi də İsrailin cəsusudur. Ay Ərəkçini aradı, Ərəkçini. Sepahı zorla məcbur eləmişdilər sülhə. Zorla Sepahı məcbur eləmişdilər sülhə. Zorla. Bax, indi İlham Əliyevlə Ərəkçini aradı. Nə dedi İlham Əliyev bilirsiniz? Qələbə münasibəti ilə təbrik eləyir. Qələbə münasibəti ilə. Əzəm vətənlər, dəyərli soydaşlar, dəyərli vətənlər. İndi Elşad bəy də takılıb. Elşad qardaşım takılıbdır. Deməli, Elşad qardaşım takılıbdır. Bu şeyə, nə idi bunun adı? Nə idi siz deyin bunun adına? Bu yaramaz Arif Paşayev. Elşad qardaşım takılıb Arif Paşayev sağdır deyir. Paylaşıblar. Ay Elşad başına dönüm. Ay Elşad qadan alim. Başa düşürəm, orada bir alyon olsaydı mən də qəbul eləyərdim Arif Paşayev sağdır. Böyümüş nəvələr orada olsa mən də qəbul eləyərdim o sağdır. Arif Paşayevlə 50 dəfə açılışa gediblər. Akademiyanın təmirdən sonra da açılışı olub. Lap əvvəl mənim özüm qohumum oxuyub orada. CD dur adam idisə, bunlar Arif Paşayev ölməyibsə, ölməyə bilər. Mən demirəm ölüm. Mən 5000 kilometr aralda məlumat almışam. Ölməyə də bilər. Amma mən Arif Paşayevi Mehribanla, İlhamla bir yerdə açılışda gördüyüm şəklə inanmaram. Əvvəllər belə açılış olub da belə paylaşımlar edə bilərlər. Yapay zəka ilə də düzəldə bilərlər. Amma və lakin Arif Paşayevə maska da taxa bilərlər. Amma və lakin Arif Paşayevin yanında bir Alyona olsun, biraz inanım təzə şəkil. Alyona olsun, nə nəvələr böyüyüb də nəvələr olsun. Əli, Mikail. Bilim ki, 3-4 ilə yekələnlər. Bu olsa, bir də Arif Paşayev danışsa, Arif Paşayev ikicə kəlmə danışsa, deyərik ki, deyəsən bu Arif Paşayevdir, deyəsən. Bir necə kəlmə yapay zəka ilə mi düzələn səsdir, yoxsa bu öz səsidirmi? Onda inanardıq. Mən Arif Paşayevin hələ də sağ olduğuna inanmıram. Amma yenə deyirəm, 100% demirəm. Ola bilər sağdır, ola bilər ölür. Amma ölüm hələ ki, mənə tutarlı sübut göstərməyiblər ki, Arif Paşayev sağ olduğunu. Tutarlı sübut göstərməyiblər. Mən tələbə, mən Neft Akademiyasında adam da tapmışam ki, Arif Paşayev gələndə çəkcinə. Adam deyir, yoxdur orada deyir. Siz deyən vaxtından belə bir adam yoxdur burada. Adam deyir, yoxdur burada. Yəni, neysə, indi mən inanmıram. Yəni, mən inanmıram Arif Paşayev sağ olduğuna. Mən inanmıram, amma 100% demirəm, 90% Arif Paşayev ölüb, o qənaətindəyəm. Amma 100% ola bilər, sağ da ola bilər, yəni məlumat da almışıq. Məlumat belə də ola bilər, belə də.